komandiri Gizir Masimov. Biz bu torpağa gələndə ailəmizlə sağollaşa bilməmişik. İndi mən onlara öz salamı getirirəm. Burada olanların hamısı bizim evlatlarımızdır. Amma mənim evlatlarım artıq mənə əgər televiziya qarşısında göstərər tanıyacaqlar. Onlar bilsinlər ki, ataları sağ salamatdır. Biz onlar üçün vuruşuruq, onlar üçün çalışırıq. Yəqin ki, baxçalarda ki, bu torpaqların hamısı azad olunacaq. O uşaqlar, o körpələr öz istiqlali uğrunda vuruşan atalarını, qardaşlarını heç vaxt unutmayacaqlar. Hamısına öz salamımı yetirirəm. Sağ olsunlar, gözləsinlər. İnşallah qələbə ilə görüşərik. Sağ ol. Sağ ol. Sözlerimi demək istəyirəm, Televiziya xalqına. Demək istəyirəm ki, çalsınlar bütün xalqımızı belə tutup vuruşsun. Bizim kimi necə lazımdır, torpaqları qorusunlar, komisyonlarda gizlənməsinlər. Çalsınlar bizim kimi necə lazımdır, səngərdə eləsinlər. Əgər başarıqları yoxdursa da biz onları mina partlatmağa göndərərik. Bıraxarıq minalı sahaya qoyub partlasınlar. Niyə bizim belə cavan əsgərlərimiz belə məhv olur? Mənim sözüm odur ki, Gəncədə o adamlara, tərtərlərə, o boyunlu oğullar gəlsin, belə də torpaq qorusun. Əsas da adamlardır. Mən atam da Gəncəlidir. Hal-hazırda 9-10 ayda evdən çıxmışam. Hələ də bilmirlər ki, mən haradayım. Evimizə ürəşirdim. Evimizə də sözüm də odur ki, nə deyim, narahat olmasınlar, sağ-salamatam, görürsünüz ki, buradayım. Mən bu uşaqlarla, məxtəbə uşaqlarla fəxr edirəm. Baş Serjantçı Əliyev Səbzələloğlu. Bunlar mənim savdatımdılar. Mən bildirmək istərdim ki, Naxçıvanda gözü yolda qalan analara ki, burada bizim uşaqlarımız hər yeməkdən yeyirlər. Lazımlı dərəcədə vaxtında pozisiyaların yeməyin özüm şəxsən çatdırıram. Bu uşaqların köməkliğinə Allah bu uşaqların canını sağ eləsin, bunları bizə çox görməsin. Bu uşaqlar canlara dayan oğlandırlar. Sağ olun. Allah'a zandır bende. Allah kendinizi rahatsız edemez. Sağ olun. Parça sevdiği sıcak sözü zararlarda. Kimi böyle ekip talımatı, kişi özellikle görmüşsünüz, Mircalan Muzaffaroğlu. Şəhər rayonu 7 şəhərdə yaşayıram. Ben onu istəyirəm ki, atam anam bilsin ki, ben burada sağ salamatam. Qoyunlar öz həyatları şən keçsinlər. Ben Allah qoysa bu yaxınlarda qaydacağım. Bütün qohumlara, tanışlara salam deyirəm. Bütün Naxçıvan cəmaatına salam deyirəm. Və bilsinlər ki, Naxçıvan oğullar burada tutaq kimi dayanıbdır. Heç vaxt heç kimdən qorxmur. Qızlarıma, Elmiyə, Süt Əmriyə, Könülə xüsusi salamlar. Ötürəmiz dərinlə. Sahibə Əlaq xüsus, salamlar yetirəndir. Əvəzə, Abbasa. Yadımdan çıxan bütün yoldaşlarım hamısına salam edirəm. Ümumiyyətlə bütün Yol öz əlimizdə ermənilər buradan çox uzaqdadır. Şayalar da sizə yol alır. Sen sonundan sen, senin ana torpağı.
Bəli, bəli, sağ ol, minnətdarım. Ha? Yaxşı razıdırlar. Ha, gel görün. Gel Yaxına gel, yaxına gel. Hamısı yaxşı uşaqlar, narahat oldu. Sağ olun, sağ olun. Sağ olun. Allah üstünüzde yarışar. Gel bəli, tamam. Aman xalım, yaxşı yürüyün. Daha tərtərək demək olar ki, hər gün qrad yağır. Amma tərtərlər heç yerə tərtərmir. Yox. Düz. Bunlar özdə bu Naxçıvan batalyonun içində tərtərlər var. Bunlar da çox qoçaq uşaqdılar. Tərtərin özünün ayrı batalyonu var. Onlar bu dəqiqə qapanlıdadır. Qapanlı tərəfdən Karmiravanı, o Qırmızı kənd var. Neçə gündür oradadılar. Çoxlu itkilər də var. Tərtərlərin orada çox itki var. Orada bir komandir batalyon var. Bolu biri də var orada, bir qolu başı yox. Vuruşur biri də var o komandir batalyon var, İlhamdır ya. İlhamdır. Çok qoçaq uşaqlar var. İkinci batalyonun komandiri. İkinci batalyon. Orada bir uşaq var o günü bizim yanımızda. O günü bizim yanımızda onlar hücuma keçmişdilər ermənilər Karmiravana. Deməli, pozisiyadan bıraktı, 50 metreden 2 tank vurdu. Onda ben telefon çekiyordum. Reaktörlü postayını döyüşüm. Ben orada gördü böyle düştü yanıma. Yani adam Allah saklayanda Allah saklıyor. Evet. Bizim uşaqlar da Naxçıvanda qulluq edir də. Bəli, burada Burada da burada da. Şimdi burada Tərtərli Naxçıvanlı yok. Bunlar hamısı adamlardır, eyni yoldaşlardır. Hamısı qardı. Yani deməsələn, heç bir narazılığınız olmasın, yəqin ki, ola da bilməz, uşaqlarınız da gilinə bilməz ki, burada Naxçıvanlı söhbəti, Tərtərli söhbəti. Siz özünüz olursunuz mu orada? çekim çekenlerden Naxçıvanlar əsas fərhlənməlidir, onlar valla biz deyirəm. İnşallah, inşallah. Azerbaycan ordusudur. Azərbaycan torpağını qorumalıyıq. Biz bugün bu durduğumuz torpağı qorumasaq, bu torpağın üstə bizim yaşamağa mənəvi haqqımız yoxdur. Haqqımız yoxdur. Bakılımız, Sumqayıtımız, hamımız bir nəfər kimi əvvələ verib, qardaş kimi torpağımızı qorumalıyıq. İnşallah bu ermənilər də qovacaq torpağımızdan, Ağdamında alacaq, Tərtərimizi də alacaq, Füzulunda Cəbrayı var. Ola bir narahatlığımız olmalı, o valideyn kimi artan olablar, balaları etibarı komandirlərin yanındadılar, etibarı da artan olablar. Mən sizə əmin edirəm. Biz də ki, həmişə baş çəkirik, mən Naxçıvandan gəlmişəm. Uşaq balalarımıza həmişə baş çəkirik. Bizim borcumuz, vətəni kim qoruyursa bizim borcumuzdur ki, ona da... var, mənim oğlum bir də orada deyir. Sağ ol, sağ ol. Sen ona korkak, sen eyvana korkak. Birinci yaranın mən 4 kala falandı. Ben hala birinci de emideyle oğlan gördüm, ağzı böyle şeydi. Parti dedi ki, burada terbiye askerlik harcıram dala. Gitmirəm. 4 kala gitmem, burada terbiye askerlik harcıram dala. Yoldaşını da koyup etmek istemiyor. Yaralı yara bağlı koşmak istiyor. Bunların hamısını istiyor. Kaçma faktı var. Kaçma faktı var. Askerler arasında kararlı eylem var. Zaten istifadə istəyərdim ki, mama sana salam deyəm, qarətli orada. Mama, мы живы, здоровы, не переживать за нас. Все вернемся с поля, дайте не переживать. Sahip, Samir, Samur, mamadan gözünüz olsun, mamiyə qulaq olsun. Bütün qohum qəbili hamısına salam deyəm, hamısını öpürük. Uşaqlar hamısı sağ-salamat, hamısı sağ-salamatla gəlib orada görüşək. İnşallah salamatsınız. Allah sağ olun, öpürük hamısı. Allah Ben diyebilirim ki, aileme, atama, hamısına çok salam gönderirəm buradan, Ağdam bölgəsindən. Mənlə naran olmasınlar, elə biliriz yanlarından da çok rahat olsunlar. Biz sağlamak var, hamıyla nezləyələr. Bütün yoldaşlarımızdan bir yerdəyik. Sağ olsunlar. Yazdı. Anama, atama, mən 2 nəfər çox gəlmişəm. Bunun Allah qışa sağlayınca nə var?
Ben buradan Ağrı'nın o saha, her bir zaman dinlerim akşama ki atama anama direkt vardı bir kızım evde bir uşağıma kaldı. Yine de. Sağ ol. Koşuyorsun zaten olmuş. Ama vardım da. Çabuk bir kapatsın akşamatlı. Ben de söyleyirəm. Bu Ağdam bölgəsindən çoxlu salamlar göndərirəm ailə uşağa, atama, anama, bütün qohum məqdabiyə və öz ailəmə narahat olmasınlar, sağlıq, salamatçılıqdır. Qızım Aysəlin oğlum zamanından öpürəm. Nədir lazım mənə hərəkət edəcəyəm? Mən ayrılıram, sən gəlirəm, ikizin üzünü öpürəm. Allah aşkına Andra'nın qulağını bitişəsir. Andra'nın qulağını kimdəsin? Neyhamlar. Əssalam. Bizə götürmüşsün. Sen anama ne diyeyim? Anama can sağlığı. Allah gözüm aile kurtaracak lazım oldu. Neylem cemaati, neylem fazla. Nerede yurdumuz? Andra'nın qulağını neylem aşağısın. Biz de neylemliyik. Biz de peripetrasyon olan burası sence. Sağ ol. Sağ ol. Semada parlasın fişengler, insin toplar tüfengler. İrəli ey şanlı ordumuz, azad olsun yurdumuz. Sen yaşa Qarabağım. Gözüm oturduğunu sadece kendimden, bu illik bakı verenler gördüm. Bizim projemiz böyle Karabağ'da, hamca verenler Karabağ ruhunu yaşıyor. İnşallah her şey yaptılar, şimdi bakın Naksuvanları görebilirsiniz. Biz Naksuvan hamca adınızı tutuyoruz. Sağ olun. Sizin hamca burada, ne deyip, Naksuvan adı hamca təşəkkürcü. Bizlə Naksuvandan görün oğullar burada belə deyil. Size gəlib alın diyor. Hamda görünüz ki, yanımda çatıran var, onunla ilgili itamaldır. Hizmetçi sağlamak istedim, yarın kalmadı. Size yardım eden kimlerden üzerinde 3 milyon, üzerinde 2 milyon rubl. Bu adı bunların 1 milyon şəhidlər, bu bağışlayan şəhidlərin üçün yox, yararların üçün ayrılmış. Hansı ki, dəqiq Bakıdadır, Bakıdadır. Ondan əlavə düşmənləri, Ali Məhkum kadını yaxın biliyordum. Şöyle bir 3 adet sigaret, ondan sonra mən arzu etməyən məsələ. Ancaq bu 2 milyon rublu, 2 milyon rublu Ali Məhkum kadının adından, Ali Məhkum adından sizə təqdim edirəm. Siz özünüz soldatlara özünüz bilərsiniz. Sigaretini, nəmi, gündəlik tələbatmalar alarsınız. Sağ ol. Ben de yurdumuzdan bir Əskerdir adımız, sönmez ürək odumuz. Qurbanı bu ana torpağa, dağ tek qalxdıq ayağa. Sen yaşa Qarabağım, sen yaşa Qarabağım. Durmuşuq keşiyində, min yaşa Qarabağım. Sen yaşa Qarabağım, sen yaşa Qarabağım. Durmuşuq keşiyində, min yaşa Qarabağım. Qəm yemə Qarabağ, değişər zaman. Dağından, düzündən çəkilər duman. Yenə bəlkə tək gələr baharın, şövq ilə dillənər kamanın, qarın. Qəhrəman oğluna, qızına inan, bir söz deyəcəyəm, sözümə inan. Səhərlər səhəri sənin olacaq, zəfərlər zəfəri sənin olacaq. Sen yaşa Qarabağım, sen yaşa Qarabağım. Durmuşuq keşiyində, min yaşa Qarabağım. Sen yaşa Qarabağım, sen yaşa Qarabağım. Durmuşuq keşiyində, min yaşa Qarabağım. Olsuna baş çəkməliyik, onların da xasiyyətində olmalıyıq, onların əhval rüyasına maraqlamalıyıq. Mən sizə deyim ki, mən həmişə polislərlə bir yerdə mən özüm vuruşan adam olmuşam, Naxçıvanda, bizim iki turistisi, biz vuruşmuşuq çünki orada o qədər qeyrətli, o qədər qoçaq vuruşan oğlanlar var, bunların
Mən bunu tərəfçim demirəm, and olsun Allah sizin 3 nəfəriz, ermənin bir rotasının qabağını saxlayan adamlarsınız. Çünki mən sizlə fəxr edirəm, tavrımı sizlə fəxr edirəm. Sağ olun. Bizim bugünkü bu dəqiqə bu toprağın üzərində biz dayanaq namusumuzu, anamızı, bacımızı erməni təcavüzündən görürəm. Bizim bu davası borcumuzdur. Mən sizin hamınızdan bu imkanı arz edirəm hamı erməni quldurlarının toprağımızdan qovandan sonra sağ salamat, hərkət öz evinə, kimin ki yarın kimi nişanlıdır, kimin ki göz yanı balanların soğuk mutlularında iştirak edək, qalan bu halinlərdə bağların yanına sağ salamat. Mən sana fərq edirəm, yaptığın cavabını